Bakıda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirovun rəhbərliyi etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli avtomobil alim akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın məzarlarını da ziyarət edib. Azərbaycan bizim də öyrənəcəyimiz nümunəvi ölkədir. Bu fikri Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Milli Məclisdə keçirilən görüşdə səsləndirib. Görüşdə qanunverici orqanlar arasında əməkdaşlığının inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupla görüşündə əməkdaşlıq müxtəlif istiqamətləri, o cümlədən qanunverici orqanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Eldar İbrahimov qonaqları Azərbaycan parlamentinin fəaliyyəti, qanun yaradıcılığı prosesi, beynəlxalq əməkdaşlığı barədə geniş məlumat verdi. Bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yaxşı əməkdaşlıq mövcuddur. Ölkələrimiz beynəlxalq qurumlarda da bir-birlərinin maraqlarını müdafiə edir və dəstəkləyir. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov isə dedi ki, onun təmsil etdiyi qrupa 27 parlamentari daxildir. Bu deputatların hər biri qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Bizim ölkələrimiz arasında hər zaman səmərəli əməkdaşlıq mövcud olub. Azərbaycan bizim də öyrənəcəyimiz nümunəvi ölkədir. Burada gedən hər tərəfli inkişaf göz qarşısındadır. Sonra Ukrayna Ali Radasının üzvləri Azərbaycanın Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşdü. Nümayəndə heyətinin üzvü Musa Quliyev ölkələrimizin tarixi münasibətlərindən, müxtəlif istiqamətlərdəki mövcud əlaqələrindən geniş söz açdı. Parlamentarilərimizin beynəlxalq qurumlardakı birgə səmərəli əməkdaşlığını qeyd etdi. Roman Nəsirov da parlamentarilərimizin beynəlxalq təşkilatlardakı əməkdaşlığın möhkəmləndirilməsinin faydalı olacağını söylədi. Biz istəyirik ki, iki tərəfli əlaqələrimizlə yanaşı beynəlxalq qurumlardakı birgə əməkdaşlığımız da möhkəmlənsin dedi. Südabə Cahangeli, Vüqar Quliyev xəbərlər.